Hamınıza salam, mən Nərmin Hacıyeva, yenə də sizin qarşınızdayam və sizə söz verdiyim kimi 2026 MİQ imtahanına yeni əlavə olunan mövzuların izahına sizlərlə birlikdə baxmağa davam edirik. Bu gün çox maraqlı və gələcəyə yönələn bir mövzudan danışacağıq. Təlimdə rəqəmsal vasitələr və süni intellekt mövzusundan. Yeni bir mövzudur, kurikuluma yeni əlavə olunub. STEM təlimin ən belə deyək, lazımlı mövzularından biridir. Eyni zamanda mənə diqqətlə rəqəmsal bacarıqlar fənnini tədris edən müəllimlər də diqqətlə qulaq asa bilərlər və maraqlı bir mövzudur. Ümumiyyətlə gəlin belə bir düşünək, bunu fərqini təlimdə anlamaq üçün. Əvvəllər biz dərs dedikdə sırf ancaq lövhə, təbaşir, dəftər, kitab ağlımıza gəlirdisə, indi sinif otağı deyən kimi gözümüzün qarşısına ekranlar, təqdimatlar, süni intellektlə idarə olunan sistemlər gəlir. Yəni artıq təlim sadəcə məlumat ötürmək yox, eyni zamanda texnologiya ilə düşünməyi öyrətmək deməkdir. Buna görə də biz bu mövzunun izahına rəqəmsallaşmanın nə demək olduğunu dərk eləyərək başlamalıyıq. Ümumiyyətlə rəqəmsallaşma nədir? Rəqəmsallaşma deyəndə biz dərsin elektronlaşdırılmasını yox, öyrənmənin müasir texnologiyalarla zənginləşdirilməsini nəzərdə tuturuq. Bu gün bilirsiniz ki, 21-ci əsr bacarıqlarımız var və biz bunları şagirdlərdə inkişaf elətdirməliyik. Xüsusilə də yaradıcılıq, tənqidi düşüncə, əməkdaşlıq və rəqəmsal savadlılıq. Və ona görə də bu 21-ci əsr bacarıqları bizim dərsimizin təməl hissəsinə çevrilib. İndi biz sadəcə məlumat verən yox, öyrənməni istiqamətləndirən bir bələdçi kimi çıxış eləyirik. Bir daha qeyd eləyirəm. Rəqəmsallaşma demək o demək deyil ki, texnologiya müəllimi əvəz edir. Əvəz etmir. Sadəcə dərsimizi, müəllimimizi daha güclü edən bir məsələdir. Və bu gün biz məhz bu haqqda danışacağıq. Rəqəmsallaşmanın nə demək olduğunu başa düşdükdən sonra biz keçək alaq rəqəmsal vasitələrin növlərinə və təsnifatına. Ümumiyyətlə rəqəmsal vasitələr dərs prosesində öyrənməni daha interaktiv, əlçatan və maraqlı edən texnoloji alətlərdir. Onlar elə bir öyrənmə ekosistemi kimi düşünməliyik ki, hər biri öz funksiyasını yerinə yetirir, amma birlikdə tətbiq olunsalar dərs daha canlı olar. Və biz rəqəmsal vasitələri 4 əsas kateqoriya şəklində bölə bilərik. Birinci qrup kateqoriyamız idarə etmə və əlaqə platformalarıdır. Bura Google Classroom, Microsoft Teams, Moodle, Zoom platformasını nümunə göstərə bilərik. İdarəetmə və əlaqə platformalarının əsas məqsədi müəllim-şagird ünsiyyətini, tapşırıq və qiymətləndirməni tək məkanda idarə etməyi bacarmaqdır. İkinci qrup rəqəmsal vasitə növümüz oyun əsaslı qiymətləndirmələrdir. Kahoot, Quizzes, Mentimeter və bu kimi bir neçə proqramları, rəqəmsal vasitələri biz bura nümunə göstərə bilərik. Oyun əsaslı qiymətləndirmələrimizin, yəni oyun əsaslı rəqəmsal vasitələrimizin əsas məqsədi dərsi oyuna çevirmək, dərsdə motivasiyanı qaldırmaq və şagirdlərin iştirakını daha da aktivləşdirməkdir. Üçüncü qrup rəqəmsal vasitələrimiz yaradıcı dizayn və vizual təqdimat alətləri kimi cəmlənir. Canva for Education, Genially, Prezi və sair kimi rəqəmsal vasitələrimiz var ki, bu qrupa daxildir və bunların məqsədi şagird və müəllimlərin fikirlərini vizual formada ifadə etmək və onların yaradıcılığını inkişaf elətdirməkdən ibarətdir. Dördüncü qrup isə süni intellekt əsaslı öyrənmə vasitələridir. Bu gün bizim ən çox istifadə elədiyimiz ChatGPT, Slides AI, Grammarly, eyni zamanda Google AI proqramları buna nümunə ola bilər. Bunların məqsədi nədir? Fərdiləşmiş öyrənmə, müəllim üçün vaxt qənaəti, dərs planı və tapşırıq hazırlamağı özündə əks elətdirir. Qeyd edeyim ki, bu günləri biz idarəetmə və əlaqə platformalarından Google Classroom, oyun əsaslı
platformalarımızdan Kahoot və Quizzes, yaradıcı dizayn vizual təqdimatdan Canva for Education və süni intellekt əsaslı öyrənmə vasitələrimizdən ChatGPT haqqında məlumat əldə edəcəyik. Bu alətlərin hamısı bir-birini tamamlayır. Belə düşünün ki, Google Classroom-da biz tapşırıqları paylaşırıq, Canva-da vizual olaraq hazırlayırıq, Kahoot-da nəticəni oyunla yoxlayırıq və ChatGPT-də isə dərs planı ideyasını biz əldə eləmiş oluruq. Və gəlin elə vaxt itirmədən biz bir-bir bu proqramlar haqqında məlumat öyrənək və mən eyni zamanda hər proqramdan sonra sizə həmin proqramın internet formasını, variantını sizə təqdim eləyəcəm və cüzi qədər də olsa necə onları idarə eləyə bilərsiniz, bu haqqda məlumat öyrətməyə çalışacağam. Birinci biz danışırıq Google Classroom-dan. Google Classroom müəllimlərin günümüzdə ən çox istifadə etdiyi, xüsusilə də rəqəmsal belə deyək, STEAM yönümlü təlimdə dərs tətbiq edən müəllimlərin ən çox istifadə elədiyi platformadır. Bunu mən hər zaman rəqəmsal sinif otağı adlandırıram. Burada tapşırıqlar, qiymətlər, şərhlər, fayl paylaşımları və dərs cədvəlləri yerləşdirilir. Tapşırıqlar istənilən formada şəkil, video, PDF, link şəklində yerləşdirərək şagirdlərin yerinə yetirib təhvil verməsinə şərait yarada bilərik. Burada eyni zamanda biz şagirdə qiymət yaza, öz rəylərimizi əlavə edə və sistemi avtomatik nəticəni sistem olaraq yadda saxlaya bilərik. Hətta biz burada Google-un müxtəlif platformalarından, məsələn Google Forms-dan istifadə edərək testləri avtomatik şəkildə qiymətləndirə də bilərik. Eyni zamanda bu bizə imkan verir ki, hər bir şagirdin fəaliyyətini biz ayrıca şəkildə izləyək. Kim nə zaman tapşırığı göndərib, kim nə zaman belə deyək, nə qədər müddətdir ki, gecikib, tapşırığı yazıb yazmadığını biz burada yoxlaya bilərik. Fərdi öyrənməni daha çox dəstəkləyir. Qruplara fərqli tapşırıqlar da eyni zamanda göndərmək olar. Yəni Google Classroom müəllimə sistemli, şagirdə isə nizamlı öyrənmə imkanı yaradan bir platforma hesab olunur. Bundan əlavə biz Google Classroom haqqında nələri qeyd eləyə bilərik? Gəlin daha ətraflı məlumata keçid alaq. Mən bir daha qeyd edirəm ki, Google Classroom müəllim və şagirdlər üçün hazırlanan rəqəmsal tədris platformasıdır və bu platforma dərs prosesini onlayn şəkildə idarə etməyə, tapşırıqlar bölüşməyə, qiymətləndirməyə və rəy verməyə imkan yaradır. Vizual sinif otağıdır. Dərs otağında elədiklərimizi bir növ internet üzərindən sistemli şəkildə etməyimizə kömək eləyir. Və Google Classroom-un əsas məqsədi müəllim, şagird və valideyn arasında əməkdaşlığı asanlaşdırmaq, kağız işlərini azaltmaq və rəqəmsal bacarıqları inkişaf etdirmək, eyni zamanda dərs prosesini şəffaf, rahat və izlənilə bilən etməkdir. Mən digər slayda keçim. Deməli, əsas məqsədimiz, bir daha deyirəm, həm müəllim, həm şagird, həm valideyn arasında əməkdaşlıq yaratmaq, kağız işlərini nisbətən azaltmaq, rəqəmsal bacarıqları inkişaf etdirmək və dərs prosesimizi daha şəffaf, daha rahat və izlənilə bilən etməkdən ibarətdir. Əsas funksiyaları və imkanları nədən ibarətdir? Google Classroom-un. İlk başda burada tapşırıqlar yaradıla və paylaşıla bilər. Müəllim istənilən dərs üçün tapşırıq, test və yaxud da layihə yükləyə bilər. Şagird həmin tapşırığı sistemdə görüb, tamamlayıb geri göndərə bilər və müəllim də onu dərhal şəkildə qiymətləndirə və rəy yaza bilər. Ehtiyat resurslar yerləşdirmək mümkündür. Fayllar, videolar, linklər, slaydlar və eyni zamanda PDF-lər biz bura əlavə edə bilərik və Google Drive ilə inteqrasiya edərək bütün sənədləri avtomatik şəkildə yadda saxlaya bilərik. Daha sonra elanlar və məlumat axınları, burada stream, yəni əsas lövhə, ana lövhə bölməmizdə elanlar paylaşa bilərik biz müəllim olaraq və şagirdlər də bu məlumatları anında görüb onlara rəy bildirə bilərlər. Bu sinifdəki ünsiyyəti virtual formada davam etdirməyə də kömək eləyən bir məsələdir. Qiymətləndirmə sistemi burada bal sistemi qurmaq mümkündür və nəticələr siniflər, yəni grades bölməsində toplanır. Müəllim ümumi nəticələri də asanlıqla izləyə bilir. Və ən sonda Google alətləri ilə inteqrasiya burada mümkündür. Google Docs, Slides, Google Sheets, Google Forms və Drive ilə birbaşa işləyə bilərik. Yəni sənədləri ayrıca yükləməyə ehtiyacı yoxdur. Hər şey bu buludda
formalaşmış olur. Mən Kahoot-a keçməmişdən öncə istərdim ki, sizə Google Classroom-un bir növ formasını göstərim. Siz bunu Google-dan classroom.google.com şəklində yazaraq və yaxud da e, App Store-dan və yaxud da, yəni bir app kimi də yükləyə bilərsiniz, tətbiq kimi də yükləyə bilərsiniz. Və yüklədikdən sonra siz müəllim kimi oradan qeydiyyatdan keçə və bu cür sinif yarada bilərsiniz. Yəni sizə belə bir seçim olacaq. Plus işarəsi ilə siz burada sinif oluştur və yaxud da mövcud sinifə daxil ol. Mövcud sinifə daxil olmaq üçün təbii ki, sizin hər hansısa bir linkiniz, kodunuz olmalıdır. Və məsələn, mən sizə göstərmək üçün gördüyünüz kimi bu formada bir sinif otağı açmışam və burada sinif kodunu siz şagirdlərlə paylaşaraq şagirdlərin bura daxil olmasına kömək eləyə bilərsiniz. Bundan əlavə, gördüyünüz kimi burada hər hansısa bir sinif belə deyə işləmləri, sinif tapşırıqlarını bu formada burada yarada bilərik. Hər hansısa e, şagirdləri burada qeyd eləyə bilərik. Əgər qeydlər varsa burada qeydlərimizi eləyə bilərik və bütün bunlar hamısı bizim sinifin ekran səhifəsində nümayiş olunacaq və şagirdlər də bunu çox rahat bir formada izləyəcəklər. Bu bizim oldu Google Classroom məsələmiz. Google Classroom-un bu arada müəllimlər üçün üstünlükləri nədən ibarətdir? İlk başda bunu qeyd eləyək ki, dərs planlamasını və idarəsini vaxt itkisi olmadan həyata keçirməyimizə kömək eləyir, tapşırıqları avtomatik arxivləşdirir, bütün siniflə asinxron ünsiyyət imkanı verir, yəni istənilən vaxt yazmaq mümkündür və hər şagirdin işini ayrılıqda izləməyə şərait yaradır. Şagird üçün əsas üstünlükləri bundan ibarətdir ki, tapşırıqlar vaxtında və onlayn şəkildə təhvil vermək olur, dərs materialları istənilən vaxt əlçatan olur, müəllim rəyləri oxuyaraq özünü inkişaf etdirə bilirlər və öz öyrənmə sürətinə uyğun işləməsi mümkün olur. Biz burada eyni zamanda Zoom platformasından, Meet-dən onlayn dərsləri keçmək üçün, Google Forms-dan yazılı imtahanı həyata keçirmək üçün, rəqəmsal portfoliolarda, məsələn Google Drive-da şagird işlərini yadda saxlamaq üçün və eyni zamanda Google Docs və Slides-dan birgə iş, əməkdaşlıq layihələrinin hazırlaması üçün istifadə edə bilərik bu tətbiqlərdən də. Google Classroom müasir müəllimin köməkçisi hesab olunur və dərs prosesi bu platformanın sayəsində daha nizamlı, daha interaktiv və daha şəffaf olur. Rəqəmsal dövrdə müəllim üçün bu cür vasitələr təbii ki, hal-hazırda zərurətə çevrilmiş məsələ olacaq. Bu oldu bizim Google Classroom haqqında qısa məlumatımız. Ümid eləyirəm ki, hər biri sizə aydın oldu. Və biz keçid alaq Kahoot, yəni oyun əsaslı təlim modelimizə. Ümumiyyətlə bu təlim belə deyək, rəqəmsal vasitəmiz hal-hazırda günümüzdə, xüsusilə də ibtidai siniflərdə daha çox istifadə olunur. İnteraktiv öyrənməni interaktiv eləyir. Kahoot müəllim sualları burada yaradır. Şagirdlər mobil cihazla qoşulurlar və suallara cavab üçün məhdud zaman verilir. Düzgün cavab bal qazandırır və dərsin sonunda da leaderboard çıxır, yəni liderlik səhifəsi çıxır və bu da şagirdlər arasında rəqabəti və motivasiyanı artırmağa kömək eləyən məsələlərdən biri kimi dəyərləndirilir. Günümüzdə daha çox məsələn mən işlədiyim məktəbdə ibtidai sinif müəllimlərimizin arasında Kahoot proqramından istifadənin daha çox şahidi olmuşam və həqiqətən də böyük marağa səbəb olur uşaqlar tərəfindən. Əyləncəli və interaktiv edir dərsi və Kahoot oyun əsaslı öyrənmə platformasıdır. Yəni oyun əsaslı təlimə daha çox dayanır, game-based learning-dir. Əsas məqsədi dərsləri interaktiv etmək, motivasiyalı etmək və əyləncəli hala gətirməkdir. Kviz yaradırıq. Telefon, planşet və kompüter vasitəsilə uşaqlar real vaxtda onları cavablandırırlar. Yəni Kahoot təlimi oyuna çevirən bir vasitədir. Kahoot-un əsas xüsusiyyətləri nədən ibarətdir? Sual-cavab və test oyunları yaratmaqdan, iştirakçılar unikal kodla bura qoşulurlar, cavablar real vaxtda toplanır, nəticələr dərhal ekranda görünür və yarış elementi sayəsində şagirdlər burada daha aktiv şəkildə
iştirak edirlər. Baxın, sonda gördüyünüz kimi, şəkildə gördüyünüz kimi bir leaderboard çıxır və orada birinci, ikinci, üçüncü yerlər təbii ki, şagirdlər tərəfindən görünə bilir. İlk başda bunu qeyd eləyək ki, Kahoot-un işləməsi üçün biz ilk öncə Kahoot yaratmalıyıq. Bunun üçün mən sizə elə burada təqdim eləyim. Deməli, Kahoot.it bu şagirdlər üçündür. Biz də bura daxil olaraq, kahoot.com-a daxil olaraq, burada müəllim kimi, mən indi qeydiyyatdan keçməmişəm, müəllim kimi qeydiyyatdan keçərək, start for free, görürsüz? Login. Logini basaraq biz buradan qeydiyyatdan keçə və bütün, belə deyək, daha sonra buradan qeydiyyatdan keçə bilərsiniz və Create düyməsi gələcək daha sonra. Create düyməsini basaraq siz orada maraqlı bir suallar əlavə eləyə bilərsiniz, şəkil əlavə eləyə bilərsiniz, video əlavə eləyə bilərsiniz və s. və ilə axır. Daha sonra müəllim dərs zamanı Kahoot-u açır və oyun kodunu şagirdlərlə paylaşır. Təbii ki, oyun hazırlanıb bitdikdən sonra bizə sonda kod təqdim olunur və həmin kodu biz şagirdlərə təqdim eləyirik və şagirdlər kahoot.it bayaq bizim təqdim elədiyimiz hansı ki ilk səhifədə yaradılan baxın oyun kodumuzu bura yazırlar və daha sonra başlayırlar hər suala müəyyən təbii ki saniyə olur və hər suala müəyyən saniyələr ərzində cavablandırırlar. Sürətli və doğru cavab verən daha çox xal qazanır və ən sonda da bayaq şəkildə göstərdiyim kimi leaderboard açılır və müəllim nəticələri saxlaya bilər, təhlil edə bilər və növbəti dərs üçün istifadə edə bilər eyni zamanda. Və Kahoot-un müəyyən növləri var. Biz Kahoot-da quizlərdən istifadə edə bilərik. Ən çox istifadə olunan format da budur. Çox seçimli suallar təqdim olunur şagirdə. True, false, yəni doğru, yanlış tipli tapşırıqlardan istifadə edə bilərik. Poll, yəni sorğu və rəy toplamaq üçün istifadə edə bilərik. Puzzle, ardıcıllığı müəyyənləşdirmə tapşırıqları nəzərdə tutulur və word cloud-dan, yəni cavabları bulud şəklində vizuallaşdırması üsulundan istifadə edə bilərik. Kahoot müəllim üçün dərsi daha aktiv və maraqlı etməyə, şagirdlərin diqqətini cəlb etməyə, motivasiyanı artırmağa, suallar vasitəsilə bilik səviyyəsini yoxlamağa və formativ qiymətləndirmə üçün bir vasitə kimi kömək eləyən bir tətbiqdir. Şagird üçün üstünlüyü isə öyrənmə əyləncəli və yarış ruhunda olur. Digər şagirdlərlə rəqabət motivasiyanı artırır, dərsdə daha aktiv iştirak hissi yaradır və dərhal nəticələrini görərək öz səhvlərini öyrənirlər. Biz Kahoot-dan məktəblərdə, universitetlərdə, onlayn dərslərdə, vebinarlarda, İmtahan hazırlığında və mövzuların təkrarı zamanı hər hansısa təlimdə, seminarda və qrup işlərində istifadə edə bilərik. Tədrisdə rəqabət və əyləncə gətirir, şagirdləri aktiv saxlayır, müəllimə tədrisi canlandırmaq və dərhal nəticə görmək imkanı verir. Oyun ruhu gətirərək həm öyrənməni təmin eləyir, həm də motivasiyanı artırır. Növbəti bizim oyun əsaslı rəqəmsal platformamız Quizzes olacaq. Quizzes nədir? Quizzes tədrisdə oyun əsaslı qiymətləndirmə və təkrar platformasıdır. Həm müəllim, həm də şagirdlər üçün dərsi əyləncəli edir, rəqabətli edir və interaktiv hala gətirir. Bu platformada müəllimlər quizlər, testlər, tapşırıqlar və ev işləri hazırlaya bilərlər. Şagirdlər isə öz sürətlərinə uyğun şəkildə müəyyən cavablar təqdim edirlər. Quizzesin Kahoot-dan əsas fərqi bundan ibarətdir ki, asinxron, yəni eyni anda qoşulmaq məcburiyyəti yoxdur. Çünki Kahoot adətən dərs zamanı istifadə olunur. Quizzes isə ev tapşırığı rejimi ilə istənilən vaxt oynanıla bilər. Hər bir şagirdə fərdi nəticə və detallı hesabat təqdim etməyə kömək edir. Yəni biz quizzesi Kahoot-dan fərqli olaraq həm dərs zamanı, həm də dərsdən sonra istifadə edə bilərik. Əsas funksiyaları nədən ibarətdir? Quiz yaradılır. Bunun üçün müəllim quizzes.com saytında hesab yaradır. Orada yenə də suallar əlavə eləyir Create Quiz-lə. Hər suala vaxt limiti, xal dəyəri qoymaq mümkün olur. Daha sonra oyun rejimlərini müəyyənləşdirir.
live mode, yəni canlı rejim, dərs zamanı siniflə birlikdə oynanılır və homework mode, ev tapşırığı. Yəni müəllim kvizi ev tapşırığı kimi göndərir, şagirdlər isə istədikləri vaxt oynaya bilərlər. Real vaxt nəticələri burada öz əksini tapır. Cavablar dərhal sistemdə qeyd olunur. Müəllim nəticələri fərdi və ümumi şəkildə görə bilir. Hesabatlar Excel və ya PDF kimi də endirilə bilər və eyni zamanda burada gamifikasiya elementləri, yəni oyunlaşdırma elementlərinə fikir vermək lazımdır. Müəyyən avatarlar, lider cədvəli, musiqi və animasiyalar şagirdlərdə motivasiya yaratmağa kömək eləyir. Şagirdlər rəqabət və əyləncə içində öyrənə bilirlər. İndi isə gəlin mən sizə Quiziz'i təqdim eləyim platformamızdan. Bu da əslində Kahoot kimi bir sistemdir. Quizizwayground.com saytı ilə biz bura daxil ola bilərik və teacher, yəni müəllim kimi qeydiyyatdan keçə bilərik. Qeydiyyat tamamilə bu arada pulsuzdur, heç bir pul tələb etmir. Və məsələn burada sizə təqdim olunub müəyyən platformalar vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Mən hal-hazırda sizə görə qeydiyyatdan, yəni sizə göstərmək üçün qeydiyyatdan əlavə elədim və burada məsələn müəyyən 12 illik məktəb üçün, nə bilim, iş üçün və yaxud da xüsusi istifadə üçün olan növlər var. Məsələn, bir müəllim kimi burada maraqlı daxil ola bilərsiniz və gördüyünüz kimi burada sinifi də qeyd eləyə bilərsiniz. Məsələn, 6-cı sinif ingilis dili fənnini qeyd elədim və davam edirəm. Davam etdikdən sonra before, yes, a few times. Let's begin. Okay. Və burada biz nə edə bilərik? Create sözünü görürük. Create daxil olaraq burada qiymətləndirmə, prezentasiya, video və yaxud da müəyyən pəslişlər, mətnlər, flash kartlar, yəni hansını hazırlamaq istəyiriksə bunu seçirik. Məsələn, qiymətləndirmə hazırlayırıq və burada yenə də müxtəlif növlər bizə təqdim olunur və onlardan birini seçim edərək, yükləyərək biz tapşırığı hazırlaya bilərik. Bu da bizim Quizzes proqramımızdır və müəllim üçün əsas üstünlükləri nədən ibarətdir? Gəlin bu haqqda danışaq. Tapşırıqları istənilən vaxt üçün planlamaq imkanı verir, nəticələri avtomatik qiymətləndirməyə kömək eləyir, sualları paylaşılan kitabxanadan götürmək mümkündür və hər bir şagirdin cavab və fəaliyyət tarixçəsini göstərir. Şagird üçün üstünlükləri isə istənilən vaxt oynamaq və təkrar etmək imkanı verir, cavabdan dərhal sonra düzgün variantı görür, öz səhvlərindən öyrənmək imkanı verilir və fan animasiyalar və xal sistemi sayəsində motivasiyasını artırır, yəni əyləncəli animasiyalar sayəsində. Və gördüyümüz kimi Kahoot və Quizzes bir-birinə çox oxşuyur. Ona görə mən sizə onların oxşar və fərqli cəhətlərini Venn diaqramında təqdim eləmək istəyirəm. Amma bundan əvvəl Quizzes'in tətbiq sahələri test və imtahan hazırlığında, mövzu təkrarı və möhkəmləndirilməsində, formativ qiymətləndirmə zamanı, ev tapşırıqları və fərdi öyrənmə planı zamanı biz Quizzes'dən istifadə edə bilərik. Quizzes'də çoxseçimli suallardan, doğru-yanlış, açıq cavablı suallar, anket və sorğulardan, boşluq doldurma tipli tapşırıqlardan istifadə edə bilərik. Deməli, Quizzes öyrənməni rəqabət və əyləncə ilə birləşdirən müasir bir platformadır. Şagirdlərə öyrənmə prosesini sevdirir, müəllimlərə isə asan qiymətləndirmə və təhlil imkanı verir. Oyna, öyrən və yarış Quizzes'in əsas fəlsəfə düşüncəsi bundan ibarətdir. Və indi isə biz gəlin keçid alaq Kahoot və Quizzes'in oxşar və fərqli cəhətlərinə. Qeyd eləyək ki, Kahoot oxşar cəhəti olaraq biz bunu qeyd eləyə bilərik ki, bunların hər ikisi oyun əsaslı öyrənmə vasitəsidir və hər ikisində rəqabət və motivasiya artırılır. Hər ikisi müəllimə qiymətləndirmə və rəy bildirmək üçün imkan verir. Fərqliliklərinə gəldikdə isə, məsələn, Kahoot daha çox canlı sinifdə və ya onlayn dərs zamanı oynanılır, amma Quizzes həm canlı, həm də ev tapşırığı, yəni asinxron formada da oynamağa imkan verir. Qoşulması Kahoot oyun kodu ilə daxil olunur. Quizzes'də isə həm link vasitəsilə, həm də kod ilə qoşulmaq mümkündür. Hər sual üçün vaxt eyni anda sayılır
Kahoot-da, yəni real vaxtda yarışdır. Amma Quizzes-də isə hər şagird öz sürətinə görə cavab verə bilir. Rəqabət, reytinq, sürət üzərindən motivasiya Kahoot-da mövcuddur. Quizzes-də daha çox oyunlaşdırma, avatarlar, individual nəticələrlə motivasiya mümkündür. Qiymətləndirmə Kahoot-da daha çox dərs içi, yarış və sürətli yoxlama üçündür. Amma Quizzes-də eyni zamanda ev tapşırığı və təkrarlar üçün də uyğundur. Sualların tipi Kahoot-da daha çox çoxseçimli və doğru-yanlış suallardır. Amma Quizzes-də məsələn boşluq doldurmanı da, açıq cavabları da biz bura aid eləyə bilərik. Kahoot-da nəticə dərhal göstərilir, amma ətraflı hesabat azdır. Amma Quizzes-də nəticə, analiz, hesabat imkanı bizə verir. Yəni biz PDF və yaxud da Word şəklində rəyi göndərə bilərik. Dizayn və vizual Kahoot-da rəngarəngdir, dinamikdir. Amma Quizzes-də nisbətən daha sadədir, amma rəqəmsal avatarlarla da zəngindir. Ən güclü tərəfi Kahoot-un canlı dərsləri canlandırmaq və diqqət cəlb eləməkdir. Quizzes-də isə asinxron öyrənməni və fərdi təkrarı daha çox dəstəkləməyə imkan verir. Kağıt ən uyğun istifadə olunduğu yer dərs zamanı, dərs sonu, amma Quizzes-in isə ev tapşırığı, mövzu və təkrarı qiymətləndirməsi baxımından üstündür. Hər ikisi dərsi əyləncəli edir, amma fərq bundan ibarətdir ki, kağıt dərsdə canlı yarış üçün daha uyğundur, Quizzes isə daha çox fərdi şəkildə öyrənmək üçün idealdır. Yəni biri anlıq həyəcandır, kağıt, Quizzes isə daha sakit öyrənmə atmosferini özündə əks elətdirəcək. Növbəti biz danışaq günümüzün ən belə deyək, maraqlı hissəsi olan ChatGPT-dən. ChatGPT OpenAI tərəfindən yaradılmış süni intellekt əsaslı bir dil modeli hesab olunur. Təbii insan dilini başa düşür, cavab yaradır və istifadəçinin suallarına uyğun fərdi məzmun təqdim edir. ChatGPT həm müəllim, həm tələbələr, həm də təlimçilər üçün çox funksiyalı bir köməkçidir. Təlim prosesində mövzu izahlarını sadə dildə təqdim edir, mətni redaktə edir, xülasə və ya testlər yaradır, dərs planı və ya təlim strategiyası hazırlamaqda bizə kömək edir, fərqli səviyyələr üçün tapşırıq variantları tərtib edir, yaradıcılıq tələb edən fəaliyyətlərdə ideyalar verir. Məsələn, oyunlar, debatlar, layihələrin hazırlanması üçün bizə ideyalar təqdim edir. Əsas üstünlükləri nədən ibarətdir? İlk başda bunu qeyd eləyək ki, zamanımıza qənaət eləyir. Məsələn, dərs planımızı onunla daha tez hazırlaya bilərik. Fərdiləşdirməyə kömək eləyir. Şagirdin səviyyəsinə görə mətnlər və suallar yaratmağımıza şərait yaradır. Əlaqə bacarığına şərait yaradır. Təbii dialoq şəklində bizə cavab verə bilər və yaradıcılığa, yəni yeni ideyalar, layihələr və ssenarilər təklif etməyə kömək eləyir. Birbaşa bunu qeyd eləyək ki, ChatGPT qətiyyən insanı əvəz etmir, yəni insan müəllimi əvəz etmir, sadəcə köməkçidir. Cavablar bəzən dəqiqlik yoxlaması tələb edə bilər, yəni ola bilər ki, yanılsın və şagirdlər üçün istifadə zamanı etik qaydalar vacibdir. Burada məsələn plagiat olmasın, qaynaqlar göstərilməsi məsələsi, bunlar hamısı çox vacib məsələlərdən biridir. ChatGPT hal-hazırda təlimdə müəllimin köməkçisidir. Dərs planı hazırlamaqdan tutmuş, testlər, oyunlar, mövzu xülasələrinə qədər hər şeydə bizə dəstək olur. Amma təbii ki, süni intellekt heç bir zaman insan yaradıcılığını tam əvəz edə bilməz. Sadəcə gücləndirə bilər. Bunu da nəzərimizdə saxlayaraq biz ChatGPT-dən düzgün şəkildə istifadə edək. ChatGPT-də istənilən, indi onsuz da hamımızın telefonunda var. Biz burada fayl da göndərə bilərik və yaxud da istədiyimiz sualı yazıb ondan cavab da ala bilərik. Hətta səsli şəkildə də cavab almağımız mümkündür. Yəqin ki, hal-hazırda ChatGPT-dən günümüzdəki hər kəs istifadə eləyir və mənə elə gəlir ki, ondan istifadə edən hər birimizin məlumatı var. Növbəti biz Canva for Education deməli üsulundan, dizayn üsuludur bu. Müəllimlər və şagirdlər üçün xüsusi yaradılan rəsmi pulsuz bir versiyadır. Dərslərdə sırf yaradıcılığı, vizual öyrənməni və qrup işini gücləndirmək üçün nəzərdə tutulan bir proqramdır. Bu platforma ilə biz slaydlar, testlər, posterlər, broşürlər, video dərslər və interaktiv layihələr yarada bilərik. Şagirdlər isə qrup işlərində və layihə təqdimatlarında Canva-dan aktiv şəkildə istifadə eləyə
bilərlər. Canva for Education-ın əsas xüsusiyyətləri: burada biz tədrisə uyğun dizaynlar yarada bilərik. Minlərlə pulsuz şablonlar, tədris planları, sertifikatlar, tapşırıqlar var. Sinif idarə etməsi zamanı sinif qrupu yaradaraq e-postla və ya kodla uşaqları biz Canva-ya dəvət edərək müəyyən olaraq orada tapşırıqlar təqdim eləyə bilərik. Əməkdaşlıq imkanı verir. Eyni sənədi bir neçə nəfər eyni anda redaktə edə bilir. Digər platformalarla inteqrasiya eləyə bilərik. Biz eyni zamanda Google Classroom, Microsoft Teams, Edmodo kimi sistemlərlə biz Canva-nı tətbiq eləyə bilərik. Video və animasiyalar, təqdimatlar üçün burada yaratmaq mümkündür, əlavə etmək mümkündür və tam şəkildə pulsuzdur. Xüsusilə də təhsil müəssisəsi e-poçtu ilə, yəni domeni ilə qeydiyyat edənlər üçün tamamilə pulsuzdur. Yəni siz virtual.edu.az saytındakı qeydiyyat olduğumuz o student.az bizim domenimiz ki var. Onunla tam şəkildə, pulsuz şəkildə qeydiyyatdan keçərək Canva-dan pulsuz istifadələr eləyə bilərsiniz. Məsələn, günümüzdə mən Canva-dan çox istifadə edirəm. Hansı ki sizin gördüyünüz reklamlarım ki var və yaxud da dərs dəvətlərim ki var. Mən onların hər birini Canva ilə düzəldirəm. Müəllim üçün üstünlük bundan ibarətdir ki, Canva-da dərs slaydları, testləri və posterləri asanlıqla hazırlamağa kömək eləyir. Şagird layihələrini vizual formada qiymətləndirməyə kömək eləyir. Məsələn, biz burada sertifikatlar hazırlaya bilərik. Təqdimat, infografika və elanlar üçün şablonlardan biz burada yararlana bilərik və bircə redaktə ilə şagirdlərin komanda bacarıqlarını inkişaf etdirə bilərik. Şagird üçün üstünlükləri isə yaradıcılıq bacarığını inkişaf elətdirir, öz layihələrini poster, video və ya təqdimat şəklində təqdim eləyə bilir. Vizual öyrənmə üsulu ilə məlumatı daha yaxşı mənimsəyir. Məsələn, biz burada xəritə layihələri yarada bilərik, vizual təkrar kartları yarada bilərik. Yəni qısacası belə bir söz deyək ki, Canva for Education təlimdə yaradıcılığı artıran ən güclü vizual vasitələrdən biridir. Bir neçə dəqiqəyə biz bir slayd hazırlaya bilərik, poster hazırlaya bilərik və üstün cəhəti bundan ibarətdir ki, tamamilə pulsuzdur və Google Classroom-la biz bunu nə edə bilərik? Əlaqələndirə bilərik. Bu bizim oldu rəqəmsal vasitələrimiz haqqında və mən sonda sizə Canva-nı da elektron formada təqdim eləyim. Gördüyünüz kimi Canva, biz burada teachers, schools, students şəklində qeydiyyatdan keçə bilərik. Hətta qeydiyyatdan keçməmiş belə biz Canva-dan yararlana bilərik və burada bizə müxtəlif dizaynlar təqdim olunur, hazır şablonlar və biz o şablonlardan da istifadə edərək qeydiyyatdan keçə və istədiyimiz, belə deyək, proqramı, istədiyimiz sertifikatı tərtib eləyə bilərik. Yəni çox dəyərli, gözəl proqramlardır. Hər birindən yararlanaraq biz bugünkü dərsimizi maraqlı hala gətirə bilərik. Rəqəmsal və vasitələr və süni intellekt müasir təhsilin ümumiyyətlə ayrılmaz hissəsidir. Bu vasitələr müəllim və şagird arasında rəqəmsal körpü yaratmağa kömək eləyir. Biri idarə etmə, məsələn, Google Classroom idarə etməyə, Kahoot və Quizzes motivasiya yaratmağa, ChatGPT bizə dəstək verməyə, suallarımızı cavablandırmağa, Canva isə yaradıcılıq üçün mükəmməl resurslardır. Bizim əsas məsələmiz bu texnologiyalardan məqsədyönlü və balanslı şəkildə dərs zamanı istifadə etməkdir və düzgün istifadə etməkdir. Ona görə də biz bunların üstünlüyünü nəzərə alaraq vaxtımıza qənaət edə, fərdiləşmiş öyrənmə yarada bilər, motivasiya yarada bilər və analiz apara bilərik çox rahat bir şəkildə. Sadəcə düzgün şəkildə biz çalışmalıyıq ki, bunların təbii ki, neqativ cəhətləri də var ki, asılılıq yarada bilər və ola bilər ki, aludəçilik yarada bilər, hər şeyi hazır əldə etməyimizə şərait yarada bilər. Amma bir daha da deyirəm, heç bir rəqəmsal vasitə, heç bir internet, heç bir süni intellekt insanı əvəz eləyə bilməz. Ola bilər ki, yanılsınlar. Ona görə də biz diqqətli olmalıyıq. Gələcəyin sinif otaqları artıq bu gündür. Texnologiya ilə öyrənmək həm əyləncəli, həm məhsuldar ola bilər, amma və lakin diqqət də bizdən tələb edir. Buna görə də çox diqqətlə biz bu proqramlardan istifadə etməliyik. Və qeyd eləyim ki, ayrıca mənə elə gəlir ki, yavaş-yavaş siz artıq bu proqramları əhatəli şəkildə öyrənsəniz, sizin üçün də
çox effektiv olacaq. Ona görə də hər ay ən azı çalışın bir yeni rəqəmsal alət öyrənin və dərslərdə bunları tətbiq eləyin və köməkçi vasitələr kimi ChatGPT, digər AI-lərdən istifadə eləyin, amma tamamilə müəllimin yerinə yox. Və nəticə olaraq bir daha qeyd edirəm ki, heç bir rəqəmsal vasitə və süni intellekt müəllimi əvəz edə bilməz, sadəcə onu gücləndirə bilər. Ümid eləyirəm ki, dərs sizin üçün uğurlu oldu. Bunlardan istifadə yaxşıdır, amma bir daha deyirəm ki, çətinliklərini unutmursunuz. Texnologiyaya alışma üçün hazırlıq bizə vacibdir. İnternet və cihaz asılılığı yarada bilər və bir də etika məsələlərinə diqqət yetirməliyik. Çünki məsələn, adicə ChatGPT-də bəzi suallar var ki, onlar verilə bilməz. Əks təqdirdə sizi, yəni dövlət orqanları tərəfindən hətta cərimələnə bilərsiniz, hətta həbs oluna bilərsiniz. Yəni müəyyən bəzi şeylər var ki, müəlliflik hüquqlarıdır, bəzi suallardır. Bunlara diqqətlə yanaşsaq çox yaxşı olar. Bu günlük bu qədər. Ümid eləyirəm ki, dərs sizlər üçün maraqlı oldu. Bir daha qeyd eləyirəm ki, bundan əvvəlki videomda olduğu kimi bunlar sizin üçün sadəcə ilkin təəssürat, ilkin məlumat yaratmaq üçün istifadə olunan bir dərslərdir. Dinləyərkən ümid eləyirəm ki, zövq aldınız. Sağ olun, özünüzə yaxşı baxın və rəqəmsal bacarıqlardan istifadəyə etməyə yavaş-yavaş alışmanızı tövsiyə eləyirəm. Hər birinizə uğurlar.